Hər birinizi salamlayıram. Bugün bizim gözəl müəssisəmizdə gözəl qonaqlarımız var. Fortuna Media şirkəti. Mən sizi alqışlayıram. Ahıllarımla birlikdə sizlərə təşəkkürümü bildirirəm ki, məhz bugün Ramazan bayramı ərəfəsində ahıllarımızın bir gününü şad etməyə gəlmişsiniz. Çox sağ olun. Təşəkkür edirik. Biz sizə təşəkkür edirik Samir xanım və burada Nərman dayının timsalında bütün ağsaqqallarımızı, ağabeyçəklərimizi salamlayırıq və Ramazan bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edirik və bir alqış istəyirəm özünüz üçün. Daha görüntülü təşəkkür edirik. Və bugün təbii ki, biz Fortuna Media şirkəti olaraq düşündük ki, gələk sizinlə bu bayramı bərabər keçirək. Bir çox sənətçi dostlarımız bugün məhz bizimlə bərabər sizin yanınızdadır, öz gözəl ifalarıyla sizin üçün belə deyərdim də bir istirahət yaşadacaq. Ona görə də bir neçə dəqiqədən sonra təbii ki, qonaqlarımızı təqdim edəcəyik. Amma istərdim bizim digər həmkarım Gülmira da öz təbrikini bildirsin, öz fikirlərini söyləsin. Buyurun. Mən də öz növbəmdə hər kəs salamlayıram, xoş gördük hər birinizi. Bizə belə bir şərait yaratdığına görə bütün rəhbərliyə, komandanıza öz təşəkkürümüzü bildiririk ki, belə bir gözəl gün yaşatdınız bizim üçün və çox xoşdur sizlə birlikdə olmaq. Gününüz xoş, uğurlu keçsin və sizə çox maraqlı dəqiqələr yaşadacaq. Bəli. Gəh qəsəbəsində yerləşən 7 hektar torpağın üzərində, bax bu müəssisə əslində uzun illər öncə bu Hacı Hacıağa Dadaşov bunun öz mülkü olub və o tacir olub. Və o bir gün, belə bir rəvayət var, yəni o bir gün gələndə evinə görüb ki, həyətdə bir qoca kişi yağışın altında çörək yiyirmiş, soruşub ki, niyə burada oturmuşsan? Ona deyib ki, yəni evim yoxdur, ona görə burada oturmuşam. Yəni o da gətirib onu öz bağında, bura onun bağ yeri olub, yerləşdirib burada və onu yeməyini təmin edib və həmin illərdən də elə bura kimsəsiz ahıl insanlar olanda o gətirib burada yerləşdirilmiş. Amma dövlət tərəfindən 1964-cü ildən bura deməli, yaşlı insanlar üçün əvvəl adı olub qocalar evi, bir neçə adlar dəyişib müxtəlif dövrlərdə. Hal-hazırda da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir. Və bizim müəssisə 2 korpusdan ibarətdir. Bax, bu gözəl 5 mərtəbəli bir korpus və 2 mərtəbəli korpusdur. Bütün lazımı, belə deyək də, insanlara lazım olan şəraitlə təmin olunmuşuq. Dövlətimiz sağ olsun, yəni gündəlik həm qidalanma, həm geyim və ən əsası da əlbəttə həm tibbi tərəfdən təmin olunuruq və ən əsası da əlbəttə ki, bu insanların ünsiyyətidir, işçilərin rəftarıdır, bu yüksək səviyyədədir, yəni özləri də bunu çox gözəl bilirlər. Və biz o addan, o qocalar evi adından çoxdan imtina etmişik, çünki bizdə qocalar yoxdur, bizdə gənclərdir. Bizim gənclər, belə deyək, bütün hər bir gənclər nə ilə məşğul olursa, biz ondan 10 qat artıq məşğul oluruq. Yəni futboldur, tennisdir, gimnastika federasiyası bizdə bəli, hər biri ilə bizim məşqçilərimiz gəlir və istəyən insan özü məşğul olur bu idman növləri ilə. Eləcə də velosipedlərimiz var, velosiped sürə bilən də çıxır, öz velosipedlərini sürür. Yəni ki, biz buyuq. Yəni biz tamaşalarda da iştirak edirik, özümüz tamaşalar qoyuruq, yəni teatrlar özümüz, yəni bizim səhnələşdiririk, bəli. Bizim çox istedadlı insanlarımız var burada, hər birinin istər əl işləri olsun, istər belə o artistik, belə deyək də, istedadı olsun, bacarıqları var. Hər birini alqışlayıram və çox sağ ol deyirəm. Biz özümüzü alqışlayalım o zaman. Onlara. Amma Nərman dayını tanımayan insan yoxdur. O ulduzdur, bəli. İlk növbədə yaxşı mən onu deyim ki, bugün bizim bir ahalımızın ad günüdür. Kifayət xanımın ad günüdür bugün. Alqışlayaq Kifayət xanımı. Təbrik edək.
Kifayət xanım bugün ad gündə ona can sağlığı arzu edirik. Əlbəttə ki, bizim aramızda tanınmış, yəni artıq bütün Azərbaycan deyərdim onu tanıyır. Nəriman dayımız var bizim. Nəriman dayı da istərdik. Söz verək bəlkə Nəriman dayı. Olar, buyurun Nəriman dayı yanımıza zəhmət olmasa. Təşəkkür edirəm ki, gəldiniz bizi yada saldınız. Elə bizi də yada salmaq böyük şeydir. Borcumuzdur təbii ki. Biz qaldı ki, baxmarıq ki, mən burada məni yada sallar, efirə dəvət edirlər. Bu yaxınlarda oldum Xəzər axşamı verilişində. Yəni Xəzər axşamında Mətanət xanımın verilişində. Bəli, bu fikirlərimi həm də qatıldım. Bu da aktyorlar vardı, mən də fikrimi qeyd elədim. Mövzuya uyğun. Bir də ki, bizim burada şəraitdən də bir iki söz dedim. Sadəcə olaraq ki, hamımız bura gəlmişik. Biz ahıllarıq da eləyək ki, bizə gələn qonaqlar da razı gəlsin bizdən. Biz də onlardan da razı həmişə olarıq. Ona görə ki, onlar bizi yara salırlar. Düzdür. Təşəkkür edirik Nəriman dayı. Qarşıdan təbii ki, bir neçə gündən sonra artıq Ramazan bayramı gəlir. Yəni Ramazan günlərini yaşayırıq. Və buradakı ağbirçəklərimizdən, ağsaqqallarımızdan kimin ürək sözü varsa, kimin təbriki varsa çəkilişimiz də var. Buyursun, belə könüllü şəkildə təbriklərini bildirsin. Bizim anamız gəlir elə yanımıza. Alqışlayan zəhmət olmasa. Necə? Cəmilə xanımdır. Zəminə. Allah ömür versin, Allah can sağlığı versin. Buyurun Zəminə xanım. İlk öncə təşəkkürümü bildirirəm sizə. Hörmətli qonaqlar, xoş gəlmişsiniz. Ramazan bayramınız mübarək. Ramazan bayramı ölkəmizə əmin-amanlıq gətirsin. Ramazan bayramı ölkəmizə sülh gətirsin, firavanlıq gətirsin, uruzu bərəkət gətirsin. Arzu edək ki, sərhəddə duran əskərlərimiz, sərhəddə duran ordumuz ayıq-sayıq olsunlar ki, bir dəfə azğın ermənilərin, o radikal ermənilərin ayaqları torpağımıza dəyməsin. Allah dövlətimizi, millətimizi, bayrağımızı Allah qorusun. Allah ordumuzu qorusun. Allah ən siyasətçi, möhtəşəm, müzəffər, ali baş komandamız Cənab İlham Əliyevi qorusun. Ailəlikcə. Təşəkkürlər. Təşəkkür edirik Zəminə xanım. Zəminə xanımı bir gürültülü alqışlar zəhmət olmasa. Təşəkkür edirik və amin deyirik. Biz də sizi təbrik edirik. İnşallah Allah sizə can sağlığı, uzun ömür versin. Və bir neçə dəqiqədən sonra mən şəxsən sizinlə də rəqs edəcəm. Allah qoysa. Təşəkkür edirik. Əyləşin. Bizim digər anamız da buyursun, öz ürək sözlərini, fikirlərini bildirsin. Gözəl qonaqlarımız, xoş gəlmişsiniz. Bu gözəl bayram ərəfəsində təşrif buyurduğunuz üçün sizin qədəmlərinizi, mübarək qədəmlərinizə deyirəm. Qoy Azərbaycan xalqımın gözəl balaları, həmişə sizə Allah yar olsun. Allahım sizin dayağınızda dursunuz. Gözəl balalarımız, görün nə gözəl məkanda yerləşmişik. Adamın ürəyi açılır. Gələnlərlə bizlə bərabər ürək sevgisi ilə yaşayır. Bu yaşam üçün dövlətimə, xalqıma, elimə, dövlət başçım, dəmir yumruqlu, qızıl biləkli, dünya şöhrətli, gözəl balamız, hər birimizin balası olan İlham balamıza deyirik, alqış sənə, gürültü alqışlar mənim prezidentimə, o hər birimizin prezidentidir. Balalarım, qoyun həmişə bayram olsun, toy olsun, Azərbaycan xalqı hər yerdə var olsun. Xoş gəlmişsiniz. Sizin də bayramınız mübarək. Təşəkkür ederim. Adınız necə oldu? Nübar nənə. Nübar nənəyə də alqışlayan zəhmət olmasa, çox gözəl çıxış elədi. Yəni elimizə, obamıza ancaq toy bayram fürsət gəlir. Amin inşallah. Və qeyd edeyim ki, əziz insanlar, bugün bizim yanımızda olan bir dəyərli psixologumuz da var. Mən istərdim onu dəvət edim yanımıza. O da öz fikirlərini bildirsin. Çünki onun da əziyyəti var bugünkü bu işdə. Buyurun zəhmət olmasa. Alqışlayaq. Salamlayıram hər kəsi. Həqiqətən mən çox xoş hisslər yaşayıram.
bu cür insanları gördükcə ürəyim açılır. Çox fikirləşirəm ki, yəni bu qədər insanlar, bunların psixologiyaları nə qədər bir-birlərinə xoş aura bəsləyirlər, bir-birlərinə o enerjini ötürürlər. Hər birinin üzündə gülüş var. Bu qədər gözəl məkan, ilk dəfə də oluram bu məkanda. Məkan həqiqətən də yəni insanın ürəyini açır. İstəyərdim ki, hər zaman üzlərində gülüş olsun, bayramları mübarək olsun. Təşəkkür edirəm Fazlə xanım və Fazlə xanımın sözünə mən də qoşuluram. Bu mərkəzdə ilk dəfədir ki, iştirak edirəm. Doğrudan da burada yaradılan şərait və buradakı o xidmət, əməkdaşların insanlara münasibəti tam başqadır, möhtəşəmdir. Allah onların hər birinə kömək olsun. Həqiqətən sizin o üzünüzdəki o nur, hər biri, bayaqdan soruşuram, danışırıq da, yəni münasibət qurmağa çalışıram xanımlarla. İnanın, o qədər sizdən gözəl sözlər deyirlər Samira xanım. Həqiqətən də yəni bir anlıq sizə yəni belə içimdən o qədər xoş sözlər demək keçir ki, Allah sizə var eləsin. Alqışlayaq o zaman Samira xanımda. Belə deyim də, siz bunlara övlad yox, sadəcə ana olmuşsunuz sanki bunların hər birini. Yəni mən çox kövrərəm həqiqətən də, yəni içimdə bəli, hər bir hissi sizinlə yaşayırlar. Allah sizə can sağ olsun. Bəli, burada əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Doğrudan da bizim bu ağ birçəklərimizin, ağsaqqallarımızın necə lazımdır, o uşaq kimi nazını çəkirlər doğrudan da. Təşkilatı işlərdə bizim yanımızda olan Əfsanə xanım var, Nəbiyeva. O da hər zaman xeyriyyə işlərində çox aktiv iştirak edir. Buyursun Əfsanə xanım da öz fikirlərini bildirsin. Çox sağ olun Akşin bəy. Hər birinizi salamlayırıq. Nə xoş ki, bu gündə, gözəl ayda, Ramazan ayında görüşürük sizlə. Biz dəfələrlə sizlə görüşmüşük. Bugün də, belə deyək, əməkdaşlıq etdiyim Akşin bəy, Fortuna Media qrup olaraq onların yanındayıq. Onun təşəbbüsüdür ki, sizlərlə görüşsün. Samira xanımı mən neçə dəfələrlə burada sizlə görüşəndə biz tanış olmuşuq. Onun sizə diqqəti, qayğısı, bu yəni danılmazdır. Samira xanım, zəhmət olmasa. Biz sizə həqiqətən, biz harada olub, bura gəlib, mən hər dəfə təklif irəli sürmüşəm sizlərlə görüşmək istəyən insanları dəyərləndirmişsiniz, qəbul eləmişsiniz və görüşdən sonraki onların təəssüratları ilə inanın hər yerdə danışırlar sizdən və bu bizim belə deyək, biz sizə qocalar deyə bilmərik, ahıl şəxslər deyə bilərik. O qədər gözəl insani dəyərlərə maliksiniz ki, sizlər Samira xanım haqqında dediyiniz fikirlər, təbii ki, bunlar şablon sözlər deyil, bunu kənardan izləmək olur. Bir insandan 5 adam yaxşı söz deyə bilər. Əgər gördüyü işlərdə hansısa bir nöqsanları varsa, digər insanlar heç biri onu dəstəkləməyəcək. Amma nə xoş ki, sizə rəhbərlik eləyən Samira xanım hər zaman gələn bütün qonaqlar və sizlərin sözlərini eşidirik ki, nə yaxşı ki, bizim rəhbər Samira xanımdır. Sizi biz hər dəfə bura gələndə hər zaman sağlam görmək istəyirik. Nə yaxşı ki, sizlə bərabər bizim görüşləri təmin eləyən insanlar var. Böyük insanlardan tutmuş, kiçik insanlara qədər hər kəs burada əməyi var, kiçik işçilərə qədər sizlərin qulluğunda dururlar. İstəyərdik siz də öz hər zaman rəhbəriniz haqqında düzdür, bizə kənarda deyirsiniz, bizə çox gözəl baxır, çox gözəl diqqət var, qayğı var, düzdür. Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin hər bir vətəndaşa diqqəti xüsusidir. Bu danılmazdır. Amma biz də bir vətəndaş olaraq hər zaman sizlərin qulluğunda dayanmağa, sizlərə diqqət eləməyə hər zaman vətəndaş olaraq borclu olmalıyıq. Bizlər bərabər olanda, necə ki, cənab İlham Əliyev yumruğunu göyə qaldırdı və yerə vurdu gücü ilə, bu Azərbaycan xalqının yumruğudur, gücüdür. Biz hər zaman bir-birimizin arxasında dayandıqca daim Azərbaycan xalqı güclü olacaq. Samira xanım, bir daha sizə təşəkkür edirəm. Akşin bəy, bir daha təşəkkür edirəm ki, hər zaman diqqət eləyirsiniz. Bu təşəbbüsünüzdə hər zaman siz qazi şəhid ailələri və digər insanların nəzərində saxlamısınız, onlarla maraqlanmışsınız. Bugün də burada olmaq üçün, bu insanlarla, bu ahıl şəxslərlə görüşməyi özünüzə borc bildinizsə, Allah sizi də var eləsin, işləriniz daim uğurlu olsun. Çox sağ olun. Nə yaxşı ki, bugün Ramazan ayında bir daha sizlərlə görüşdük. Dünya durduqca yaşayın, biz də hər zaman sizlə görüşə gələk. Çox sağ olun. Çox sağ olun Əfsanə xanım. Mən bütün ahıllarımın adından bir daha sizə təşəkkürümü bildirirəm.
Спасибо вам за все, за внимание, за понимание, как говорится, за поздравление Самирочку Хамлееву. Очень-очень от души благодарна им за внимание ко мне. Спасибо огромное. Дай Аллах вам всем здоровья, всего благополучия, всего хорошего. Аминь, иншаллах. 70 ровно. Юбилей. Təşəkkür edirik və belə xanımlarımız, bəylərimiz, bizim qonaqlarımız buradadır və hər birinə söz verəcək. Təbii ki, burada həm ifalarını təqdim edəcəklər, həm sizin bayramınızı təbrik edəcəklər. Aşıq sənətini hər zaman sevmişik. Ona görə də bugün istədik ki, və gələn sənətçilərimiz arasında da bizim elə aşıqlarımızdan da olsun. Bizim dəyərli dostumuz Aşıq Mübarizi dəvət edirəm səhnəmizə. Buyursun öz gözəl ifaları ilə təbrik ilə. Xoş gəldiniz. Aşın qardaşım, çox sağ olun. Həmişə doğrudan da xoş gününüzə gələk. Mənim bilirsiniz ki, görəsən dünyaya nöş gəlib insan, mənim klipim burada oldu. Yalan olmasın bir 3-4 il olar. Gəldim burada klipi çəkəndə də, bax o başda oturan Ağsaçda anam məni doyuncan ağlatdı, öpürəm səni, varıma basıram, gəlib səndən yenə görüşəcəm. Yəni, o vaxtı deyəsən qətbə xutmam idi, amma indi Samirə xanımdır. Samirə xanım da bir alqışlayaq ürəkdə. Çox sağ olun Samirə xanım. Mən sizi salamlayıram. Yad ki, bayramla münasibətdir. Bu Ramazan bayramı münasibəti ilə toplaşmışıq bugün xanımlarımızın, bəylərimizin yanına, ağbirçəklərimizin yanına, ağsaqqallarımızın yanına. İstərdim ki, Mübariz təbrikli edib, musiqiyə keçid alaq, çünki Nərman dayı çox əsəbləşib, deyib, gözləməyi sevmir. Nərman dayı bizim iki də əsəbləşməz. Bayramınız mübarək olsun, ürəkdən alqışlayaq, Allah sizi qorusun. Çox sağ olun. Aşın qardaşım, çox sağ ol. Həqiqətən də mən o bir Allahdan arzu edirəm ki, bu Ramazan ayından ant verirəm Allaha ki, belə qocalar evində, uşaqların, o kimsəsiz uşaqlar evində, tez-tez vaxt belə konsertlər eləyəsiniz, ən birincidə mənim adımı yazasan orada. Yəni bilirsən ki, o nə qədər toy olsun, istəyir nə olsun, mən oradan qalan deyiləm. Allah sizə uzun ömür versin ki, belə bir təşəbbüsü yaratdınız. Nətər oldu, ürəyinizdən oldu mu? Allah sizi qorusun, eşq olsun sizə, var olasınız. Təşəkkür edirik, alqışlayırıq Aşıq Mübarizi. Mübariz mənim, sizə axtaran var. Və istərdim ki, proqramımızı davam edirik, əziz dostlar, əziz yoldaşlar. Bəzi qonaqlarımız indi gəlib, Eldar başda olmaqla, xoş gəlmişsiniz. Bayaq mən təbrik elədim hamısını, amma ürəyim can olmadı, qalanlar axı qaldı. Mən həmişə öyrəşmişəm, balalarım gələndə onları həmişə gözəl ürək sözlərimlə qarşılayım. Mənim gözəl balalarım, Mübariz, sən bizim fəxrimizsən. Sən, Eldardır, sən. Siz cavanlara çox önəm, çox yaxşı dayaq durduğunuzu bütün telekanallardan seyr eləyirəm. Mən deyirəm, dünya durduqca durasız, Azərbaycan xalqımın eli, günü. Mən deyirəm ki, Mübariz, sazın əlindən düşməsin. Qoy o dəmir yumruq, işıltısı bütün dünyaya, işıq saçan qızıl biləkli oğlumun, dünya şöhrətli, onun şanı şöhrətli, həmişə başınızı uca eləsin. Yaşasın Azərbaycan prezidenti, xoş gəlmişsiniz. Yaşasın anamız, alqışlayaq, təşəkkür edirik. Ramazan bayramı ilə təşkil olmuş konsertdə öz təəssüratlarınızı almaq istəyərdik.
Allah sizi var eləsin. O gün olsun ki, elə həmişə bizi bayramlara, şad günlərə dəvət edəsiniz. Və buradakı insanların da Ramazan bayramı mübarək olsun. Bütün oruç tutanların oruçları qəbul olsun. Allah həyata keçsin bütün arzularını. Mənim üçün çox xoşdur. Həqiqətən də mən bayaq da qeyd elədim. 3 il bundan öncə mənim Görəsən Dünyaya Nöş Gəlmisən klipim burada olub. Və inanın ki, burada gələndə o qədər belə içimdə bir necə deyim, qəmginlik var, bir sıxlıq var. Amma şad olam ki, yəni yenə gəlmişəm bura. Yenə bu insanları sevindirəcəm, ən azından şadladıracam, oynayacaqlar. Allah sizləri də var eləsin ki, gəlib belə insanlara baş çəkisiz, bunların ürəklərini açırsınız, bunlara konsert verirsiniz. Bütün bayramlarımız mübarək olsun. Sağ olun. Çox sağ olun, minnətdarıq. Və istərdim ki, qonaqlarımız çoxdur, artıq hamısı yanımızdadır. Növbəti səhnəmizə qonağımızı dəvət etmək istərdim. Bu da təbii ki, bizim dostlarımızdandır, gözəl bir sənətçidir. Elxan Qarxanoğlu buyurur səhnəmizə. Öz gözəl ifaları ilə alqışlayaq, zəhmət olmasın. Ramazan bayramımız mübarək olsun, tutduğumuz oruclar qəbul olunsun. Akşin müəllim, mən sizə təşəkkür bildirirəm özəl dəvətə görə və təbii ki, bu məkanın, bu gözəl əzəmətli məkanın böyük dəyişikliklərə doğru gedən gözəl sığınacağımızın rəhbəri Samirə xanıma, bayaq qeyd edirəm ki, Samirə xanımın adı zaten arxa dayaq ərəb dilindən ünsiyyət quran, münasibət quran, qayğı çəkən bir insan deməkdir. Samirə xanım, lütfən buyuruz, Samirə xanım ürəkdən almışdıyaq. Yaxşı ki, varsınız. Mən inanıram ki, elə mikrofonda siz məndən öncə söz demişsiniz və yəqin demişsiniz ki, burada əyləşən hər bir kəs bizim atamız, anamız, nənəmiz, babamızdır və biz bunu həmişə dəvələrlə vurğuluyuruq. Və təbii ki, ulu öndərimizin ahıllarımıza olan qayğısı, Azərbaycan dövlət başçısı, ulu öndərimizin davamçısı İlham Əliyev cənablarının Azərbaycan xalqı, ümumilikdə Azərbaycan xalqına və təbii ki, bütün millətinə olan qayğısı sizin bu vəzifəyə təyin olmağınızda böyük rol oynayır. Çünki biz istəməsək, siz burada olmalısınız. Siz istəməsək, siz bizi dəvət ediniz, biz burada olmarıq. Allah sizə uzun ömür, can sağlığı versin. Bu gözəl insanların qayğısına qalasınız həmişə. İşinizdə, peşənizdə sizə uğurlar arzulayıram. Allah sizi var eləsin və təbii ki, nə qədər ki, Azərbaycanın birinci xanımı İlham Əliyev var. Sizin kimi gözəl xanımlar da ondan örnək alaraq bu gözəl missiyanı davam elətdirəcəksiniz. Minnətdarımı bildirirəmsə, icazə versəniz oxuyardım. Çünki biz toylara gedəm, danışırıq ki, vaxtımızdan geçsin, amma burada vaxt rəqabət eləmirik. Akşin qardaşım dəvət edəndə biz illərin dostuyuq, böyük məmnuniyyətlə gəldim. Belə tədbirlərin mütəmadi olması hər birimizi sevindirir. Məhz müqəddəs Ramazan ayında Allah könlünüzə görə versin ki, belə tədbirlər təşkil edirsiniz və biz sənətçiləri də bizi sevən analarımızla, ahıllarımızla, bizə ehtiyac duyan, bizim sevgimizi qazanmaq istəyən insanlarla ünsiyyət qurursunuz və ünsiyyət qurulmasında vəsilə olursunuz. Mən sizə təşəkkürümü bildirirəm və çox xoşbəxtəm. Xoşbəxtəm ki, bugün məhz bahalı restoranlarda deyil, bahalı toylarda deyil, məhz belə tədbirlərdə iştirak edirəm və məmnunluğum böyüdür. Çox sağ olun, minnətdarıq, təşəkkürlər. Salam, xoş gördük sizi bu gözəl gündə. Minnətdarıq, sağ olun. Səhnəmizə buyurur, sizə çox maraqlı musiqili dəqiqələr yaşanacaq. Samir Biləçivarlı buyursun. Bayramınız mübarək olsun.
Mən buradan bütün valideynlərə hər birinizə Allah can sağlığı versin. Allah sizləri qorusun. Allah sizi bizim üstümüzdən heç vaxtı əskik eləməsin. Rəhbəriyə dərin təşəkkür bildirirəm. Doğrudan da mən anamı itirmişəm və gəldim burada özümü biraz pis silədim. Əziz dəyərli dostlar, analarınızı qoruyun, valideynlərinizi qoruyun. Öpürəm bütün anaları, əllərindən öpürəm. Allah heç bir anıya dəyməsin. Öpürəm sizi. Çox sağ olun. Çox sağ olun, minnətdarım. Təşəkkürlər. Şadam ki, bugün belə bir dövlət tədbiri təşkil olunub. Bizim ahılarımız, bizim qocalarımız, bizim atalarımızdır, bizim babalarımızdır. İlk dəfədir düzü gəlirəm tədbirə, amma çox şad oldum. Dəvətləri üçün minnətdaram. Çalışacağım əlimdən gəldiyi qədər hər dəfə gəlim. Bizim ağsaqqallarımıza, ağbirçəklərimizə dəstək olaq. Onları sevindirmək bizim üçün şərəfdir. Allah onlara ömür versin, can sağlığı versin. Nəriman dayı başda olmaqla bütün ağsaqqallar, bütün böyüklər, bütün analar hamınıza can sağlığı arzulayıram. Hamınıza uzun ömür arzulayıram. Bu günləri biz sənətçilər, sənətkarlar çox böyük fəxrlə bu gözəl məclislərdə iştirak etməyi özümüzə borc bilirik və bizim həmişə boynumuzun borcudur ki, biz belə məclislərdə iştirak eləyək. Məni də bu gözəl məsələdə etdiyiniz təşəkkür edirəm, minnətdaram. Allah sizlərə can sağlığı versin. Bir daha bayramınızı təbrik edirəm. Gürültülü bir alqış gəlsin Azərbaycanımız üçün. Çox sağ olun, təşəkkür edirəm. Biz də sizləri təbrik edirik, Azərbaycan xalqını təbrik edirik, qocalar evində ağsaqqalları təbrik edirik və bu tədbiri təşkil elədiyi üçün sizə təşəkkür edirəm. Çox sağ olun, bu Ramazan bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirəm. O cümlədən bu gözəl qocalar evində ağsaqqallarımızı, ağbirçəklərimizi mən bu günləri burada gördüm. Onları sevindirmək, biz balaca sevindirə bilirsə nə xoş bizə. Sizlərə də təşəkkür edirəm. Belə tədbirlərimiz çox olsun inşallah. Nə deyə bilərəm? Tamaşaçılarımıza, oğullarımıza, qızlarımıza mən rica edirəm ki, ataların, anaların qorusunlar, ataların, anaların möhkəm tutsunlar. Atalar, analar qocalar evinə düşməsin. Bu gözəl gündə ahıllarımızı sevindirdiyiniz üçün biz də sizə dərindən təşəkkür edirik. Gözəl kanalımıza. Var olun, sağ olun, təşəkkürlər. Gürültülü alqışlarla bizim çox sevilən sənətkarlarımız, onu hər kəs sevir. O heç bir zaman belə tədbirlərdən geri qalmır, yox demir. Xalqımızın sevimlisi Əlikram əlindən. Əlikram əlindən beraber tabii ki onun oğlu bizimle beraberdi. Her işini davet edilir. Galip Bey ve Əlikram Bayramov. Buyursun sen de. Biz də sizləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik. Allah sizə can sağlığı versin. Hər dəfə gəlib buradan keçəndə mən baxıram bizim dəyərli ağsaqqallarımıza, ağbirçəklərimizə. Sizin, bilirsiniz, Azərbaycan müsrəyli bayrağı altında bu vətəndə hər bir zaman yeriz var, yurduz var. Bura insanlar xoş görə, gözəl günə qismət olsun, yəni gəlsinlər. Mənim ən böyük arzum odur ki, bizim ağsaqqallarımız, ağbirçəklərimiz var olsun. Qoca təbiətdən diləyim budur, insan obadan, eldən olmasın. El gücü körpüsüz bir selə bənzər, o da bahar fəsli seldən olmasın. Ən böyük arzum odur ki, bizim azad Azərbaycanımızda sizi xoşbəxt görək. Hamımız yaşlandıq, yavaş-yavaş zamanı gəlir. Ona görə mənim dəyərli dostlarım buradadır. Sənət dostlarımın adından təbrik edirəm sizləri. Bayramımız mübarək olsun. Oğlum Qalib Bayramov da
bir kəlmə də təbii eləsin, buyur. Hər bir kəsi salamlayıram. Qarşıdan gələn Ramazan bayramı münasibətinə hər birinizi təbrik edirəm. Ramazan günləridir, bilirsiniz, bu günlərdə, bu yaxında bayramda artıq 2 günə. Mən onları ürəkdən təbrik edirəm, can sağlığı arzulayıram. Allah onları qorusun, Allah onları bizim başımız üstə əksik eləməsin. Hər bir zaman onların qulluğundayıq, Samir buradadır, Qalib buradadır. Onların adından da təbrik edirəm. Onlar özləri də təbrik edə bilər və bayramları mübarək olsun. Eşq olsun, eşq olsun, eşq olsun. Minnətdaram, təşəkkür edirəm. Fortuna Mediam, Akşin bəyə uğurlar arzulayıram. Bugün bu Ramazan ayında bir yerdə bərabər ahıllarla görüşdük. Nə xoş ki, belə bir təşəbbüs irəli sürübdür. Daim uğur arzu edirəm. Hər kəsin Ramazan bayramı mübarək olsun. Hər kəsə can sağlığı arzu edirəm. Minnətdaram, təşəkkür edirəm. Onun səsi ta uzaqlardan gəlir. Bəli. Özbəkistanda konsertlər verən, orada çox sevilən Tərlan Novxanı buyurur səhnəmizə. Görüşək, buyurun. Salamlayırıq hər birini, təşəkkür edirik ki, belə gözəl yerdə, belə gözəl insanlar üçün bu müqəddəs ayda, bu müqəddəs bayramda belə bir tədbir edirsiniz. Biz də sizin təşəbbüsünüzə qoşuluruq, biz də bu tədbirdə iştirak edə bilirik sizlərin sayəsində. Allah var eləsin. Təbrik edirik hər birinizi, Allah tutulan orucları, edilən duaları hər birini qəbul eləsin. İnşallah bu bərəkətli ay bizim üçün sonuncu olmasın. Bundan bir ömür yaşayaq, bu gözəl ayları, bu müqəddəs günləri görə bilək. Allah bizim dəyərlilərimizə can sağlığı versin. Sizlərin yanındayıq, biz sizləri tək qoymarıq heç vaxt. Salamlayıram sizi və sizi izləyən hər bir kəsi. Ramazan bildiyimiz kimi müqəddəs bayramlardandır. Yəni, belə müqəddəs bayramlarda da bir halda ki, görülən işləri Allaha xatir edirik. Gərək qocalarımızı da yad eləyək. Onlar özlərin yiyəsiz hiss eləməsinlər. Həm sizlərin, həm bizim belə fikirləşirəm ki, borcumuzdur. Siz də sağ olun ki, sizin sayənizdə biz də çalışırıq ki, belə tədbirlərdə iştirak eləyək. Ən azından zərrə qədər də xidmətimiz varsa, nə xoş bizim halımıza ki, belə müqəddəs günlərdə xeyirxahlıq eləyə bilirik. Sizlərin sayəsində təbii ki.